Ömrünü yarıda qoydu şəhidi, çiçəklər tökən tək şux ləçəkdi, solmayan əbədi cənnət gülü tək, yaşatdı vətənin gül çiçəyini. Atalar fəxr edər oğul gücünə, mərdliyi, qeyrəti tarix yazıdı. Gənc yaşda başdaşı qoyulan şəhid, ana ürəyində məzar qazıbdı. Vətən doydu qanın ilə, torpağı doyduran şəhid, Ələcavan şəhid oldun, ürəyi oyduran şəhid. Arzulara baxmadın sən, həyat yolu axmadın sən, bəyliyini taxmadın sən, bayrağı qaldıran şəhid. Tərifə haqq yoldadın, var idi bircə muradın, muradı yetdi Rustanın, torpağı doyduran şəhid. Vətənin səngərdə doğan günəşi, yüksələn bayrağı şərəfi oldun. Sənin yüksəlişin dəldi göyləri, cənnət məqamına qədəmin qoydun. Sən idin vətəni qoruyan mələk, vətənə sinəni sipər edərək. Xain ayaqlardan azad etdiyin, torpağa sarıldı anan öpərək. Ömrünü yarıda qoyan uslanır, yaşatdı gələcək nəsilləri sən. Vətənin sağ olsun dedin və getdin, qoxladın əbədi o günləri sən.
Vətən bizə əmanətdir. O əmanəti qorumaq bizim borcumuzdur. Biz birazdan Zəfər xəttə doğru son ilişlərə başlayırıq. Unutmayın ki, bu döyüş tək bir qələbə deyil, həm də bizim vətən borcumuzdur. Komandir, məişət planımız hazırdır. Hədəfə çatmaq üçün bu dağcılıqla eləməlidir. Yaxşı Ruslan, ən əsası nizam insan, disiplin və ayrılıqdır. Bir gedək komandir, yol göstərdir, hazırıq. Bir addım da geri yoxdur, bu yol bizim yolumuzdur. Yoldaşlıq namus vətən yoludur. Ailələrimizlə əlaqə saxlaya bilərik. İndi yol Allah verdi. İnşallah qələbə xəbəri ilə qayıdar, şad xəbərlər paylaşarıq. Bəlkə də bu yol dönüşü yoxdur, amma bilin, qayıtsaq qəhrəman kimi qayıdacaq, qayıtmasaq tarix bizi yaşadacaq. Uğurlarsa qələbə xəbəri yolumuzu gözləyəcəyik. Düşmənlərdən təmizləndi. Dədə baba torpağımız, canlarını fəda edən şəhidlərin ruhu şaddır. Xəbər olsun Polad Həşimova, Qarabağ artıq azaddır. Məhv elədiyi düşmənləri dastan yazdı. Şanlı Xozalda öldürülən hər canlısı hesab sordu. Baxın, görün, o sizdə neçə oğul şəhid oldu. Cənnətdədirlər onlar bugün, şəhidlik əmri addır. Deyim Polad Həşimova, Qarabağ artıq azaddır.
sanki hələ çox uşaqdır. Var, qeydəsidir. Oğlum, gün olsun inşallah ki, aile məktəbə qəbul edəsən. Ben bunu elədim. Ana, ata, ben Ali məktəbə qəbul oldum. Ay, təbrik edirəm oğlum. Biz nəsə vaxtımızı gün gözləyirik. Təbrik edirəm oğlum. Mən bilirdim ki, sən bizim məzəfimizi yerdə qoymayacaqsan. Ay Allah, bu günə şükür, ay Allah. Oğlum, deyirəm bəlkə təşəkkür sıxıramızsan. Çok yaxşıdan bu xəbəri etdiyi yerdə qeyd edək. Denemədim gördüm. Siz olsun, tam olsun. Çünki mən yarın hər şeyi həliyim. Yaxşı, sən də heç mənə alma. Mən də oğlum görsün. Canım, bilmirsən usta hardadır? Usta heç bu aralar görsənmir. Ana, ata, mən gedirəm. Amma təlaşlanmayın. Mən vətən uğrunda gedirəm. Allah, bir nəfəs al. Gel görüm, hara deyirsən? Oğlum, ne olur, xeyir olsun. Bir də görək nə baş verir. O qəddar ermənilər bizim torpaqlarımızı işğal etmək istəyirlər. Mən getməliyəm. Mən vətən uğrunda getməliyəm. Ged oğlum, ged. Düz deyirsən. Vətəni qorumaq hər birimizin borcudur. Ged, amma vətəni qaldırmaq. Mən bilirəm ki, sən bizim fəxrimizsən. Amma mənə söz ver ki, var qazanırsan. Vətən üçün gedirsən, bizim üçün var. Ana, narahat olma. Mən ölsəmdə o alçaq ermənlərə icazə verməyəcəm ki, bizim torpaqlarımızı işğal etsinlər. Haqqımızı alacaq. Oğlum, bizim haqqımız sənin havalıdır. Mən də bir haqlı olaraq sənin kimi küçük bir oğula fəxr edirəm. Şücayet göstersem adım sanımdır. Eğer şehit olsam senin adındır. Şücayet göstersem adım sanımdır. Eğer şehit olsam senin adındır. Sülh olsun ay Allah'ım. Hiç bir ananın atanın gözü yaşlı kalmasın. Sen özün bağlarınızı koru ya Rabbi. Bədənində nəsə yorulur. Evdə sən yaman gəlir. Əcələ mənə. Qardaşım, narahat olma. Biz bir yerdə qazanır, bir yerdə şəhid olacaq. Bana
lazım bir şəkil olsun ki. Manki, ay manki, Cəfərdən məktublar. Gəldim qardaş, gəldim. Qardaş, xeyir. Cəfərdən məktublar. Xeyir. Nerede hayır olsun. Bu ne diyeceksin sen elinde? Əziz anam, Valda, bu sətirləri bəlkə də siz oxuyanda mən artıq yanınızda olmayacağım. Amma bilin ki, hər sözüm, hər fikrim, yenə də sizin qulağınıza pıçıldadığım son sözlər kimi saf, isti və həqiqidir. Anam, mən həmişə deyirdim ana, sən mənim vətən üçün böyüdürsən. Atam, sən mənim mərd olmağa, düz olmağa, torpağın qədrini bilməyə öyrətdin. Bu yola çıxma yox idi. Çünki mən sənin o tərbiyədə böyümüşəm. Ana, bilirsən sən yerdə ən çox kimi düşünürdüm, sənin əllərinin qorxusunu, saçıma oxşayan dediyin o sakin sözləri, oğlum, Allah səni qorusun duasını, hər günlərin səsini, o dua kəsildi. Sanki sən mənim yanımdaydın. Mən vətəni yaşatmağa gedirdim. Əgər qayıtmasam, bir gün son nefəsində də adını çəkdim. O an içindən keçən tək cümlə bu oldu. Ana, başını dik tut. Mən qorxmadım. Mən torpağa düşmədim. Ata, torpaq mənə sarıldı. Çünki torpağın oğlu torpağa qavuşanda ağrı olmur, kədər olmur. Yalnız əbədiyyat olur. Sən ağlama, mən olanda ağlama. Mən hər səhər açılan günəşin şüasında, xəzan yarpaqların səssizliyində, hər şagirdin oxuduğu an içində yaşayacağam. Mən sizin oğlunuzam, amma bu millətin də şəhidiyəm. Sizə həmişə qoruyacam, sizin yolunuzu ışıqlandıracam. Sizin göz yaşlarınızı görməmək üçün oldum. Sizi çox sevən, sizin ustalınız. Başına dönüm, sən nə danışırsan? Ruslan şəhid olub baxır. Nə səs, nə qoxu. Yox, mən hiss edirəm, onun iyi buralardan. Ata, mən buradayım axı. Sən məni necə görürsən? Hasan, həqiqətən də sən düz deyirsən. Sanki buradan Ruslanın səsi, onun qoxusu gəlir. Ana, şəhid olmaq o qədər də qorxaq deyil axı. Vətən uğrunda şəhid olmaq ən şərəfli işdir. Sən məni düşünəndə heç vaxt ağlama. Əksinə qururlan. De ki, mənim oğlum belə bir şərəfli yolla şəhid oldu. Şəhidlər ölməz. Vətən ölməz! Tədbirimizdə iştirak edilsin, hər birimizi təşəkkür edirik. Yaşasın Azərbaycan, yaşasın qəhrəman oğulları. Yəni, adını çəkə bilmədiyim, tanımadığım müəllimələr var. Onların hamısına təşəkkür edirəm. Bugünkü gündə əziyyət olan hamıya. Yəni, bu filan bağların atalarına, analarına təşəkkür edirəm. Yəni, böyük bu səhnəlikləri, səhnələrə hazırladığına görə hamısına təşəkkür edirəm. Yəni, Allah bunları var eləsin. Allah vətənimizi var eləsin, dövlətimizi var eləsin. Allah bir də belə bu uşaqlara, bu ailələrə yəni, acı göstərmək. Yəni, çox sağ olun. Adını bilib, adını çəkə bilmədiklərinin birini saytınlar. Allah hamımıza can sağlığı versin. Çox sağ olun. Başda təksirli olmaq şərtilə hamımızın ümidvarlığımızı, minnətlarımızı
valideynlər, dəstəyiniz üçün. Yəni, şəhidlərimizi anmaq bizim borcumuzdur. Birinci növbədə. Başqa bir tədbirlər bir yana. Bu tədbirdə bilirəm ki, hamı canı könüldə iştirak edir. Çünki bizim vətəndaşlıq, elə bir Azərbaycan.